Sağlam doğulan uşağın sonradan ürək xəstəliyi tapmasının səbəbi nədir? Təəssüf ki, bu tür xəstələr çoxalıb ölkədə. Təəssüf ki, onun üçün mən xanıma bu suala səsləndirmək istədim. Qazanılmış ürək xəstəliklər gedə-gedə artır. Qabaq çox biz onların vaxtdan paradan epidemioloji müalicələr, peyvəndlər və s. kəsirdi. İndi isə artıq mən son zamanlar tendensiyada görürəm ki, bəlli bir səbəblərə görə ürək xəstələri çoxalması artıb. Misal, miokarditlər son zamanlar çox artıb. Yəni viruslara bağlı olaraq qapaq xəstəlikləri çox artıb. Yəni nə qədər peyvənd vurdururlar, vurdurmurlar valideynlər, hamısı bu düzdür. Dövlət siyasətində peyvəndləmə çox yüksək səviyyədə davam edir. Ancaq bəzi zaman gözdən qaçırdılar və ya düzgün həkimə getmirlər. Amma bugün bir pasiyent yaxınlaşıb, belə bugünkü informasiya deyim, 12 yaşlı uşaq tez-tez boğazı gəlirdi, valideyn dediyinə görə. Sonra gördüm ki, qapaq çatılmazlığı əmələ gəlib. Bu boğaz infeksiyanın yaratdığı fəsadlardır. Burada iki şey var. Ya valideyn laqeyd olub, uşağı həkimə aparmayıb, ya da uşaq həkimi düzgün bundan işləməyib. Tez-tez boğazı gəlibsə, sən niyə bunu oğullar həkimin yanına yönləndirmədin? Qabağa alınardı, uşaq ürəyi qapağa ziyan görməzdi. İndi nə fəsadda olubsa, artıq fəsad var ürəkdə. Biz onun mübarizəsini aparırıq. Ona görə də son zamanlar nədənsə bəzi səbəblər var. Onlar üzrə ürək xəstəli uşaqlar artmaqdadır. Hörmətli valideynlər, sizin evladınızda da qazanılmış ürək xəstəliyi olmasını istəmirsinizsə, vaxtı-vaxtına həkimə müraciət edin. Var olan problemlə müzakirə aparın ki, xəstəlik ağırlaşma olmasın. Bu tür videonun davamı gəlmək istəyir, dəyərli izləyicilər. Səhifəmizə abunə olun, şərh bölümümüzdə suallarınız varsa yazın. Təbii ki, xahiş edirəm, son zamanlar fərqli şərhlər yazırlar. Son zamanlarda görürəm ki, xanım klubuna çevrilib. Xanımlar bir-birinə orada diskusiya aparırlar, yazışırlar, deyişirlər. Mən təbii ki, onları silmirəm. Ancaq biz onları oxumaq nə vaxtımız var, nə də imkanımız fiziki olaraq. O gibi izləyicimiz yazıb ki, doktor bəy, suala cavab vermirsən. Mənim əhatə olmayan suala mən necə cavab vereyim? Orada sırf ginekoloji aid bir sual edir. Hər kəs bizdən nəsə bir cavab almaq istəyir. Təəssüf ki, mən bu tür hər şeylə cavablamaq nə fiziki, nə də maddi, manevi imkanım yoxdur. Ona görə də qısa lokanik uşaq kardioloji aid olan suallarınız varsa, şərh bölümümüzə müraciət etsəniz yaxşı olar.